Salam qızlar, necəsiniz? Bugün sizinlə yeni bir vlog başladıram. Günüm necə keçir onu paylaşmaq istəyirəm. İlk öncə qızım üçün səhər yeməyi hazırlayıram. Belə pankeklər, o sevir bu pankekləri. Dedim ki, bağçaya getməmişdən əvvəl tez atışdırsın. Daha sonra burada onu yola salıram. Düzdür, burada ağlayır, amma bağçaya gedəndə demək olar sakitləşir, ağlamır artıq. Burada karqom gəlmişdi. İstədim sizinlə birlikdə açaq karqonu. Daha sonra qızımı da bağçadan götürüb gəldik birlikdə market alış-veriş etməyə. Bura Araz marketdir, bildiyiniz kimi görürsüz burada loqolarını. Bu marketi mən çox sevirəm. Demək olar bütün məhsullar burada var. Marketdən çıxıb Sinsay mağazasına gəldik. Bildiyiniz kimi qızım bağçaya gedir. Onun üçün rahat geyimlər almaq istəyirdim. Və tez-tez sizə marketdən nələr almışdım, onları göstərmək istəyirəm. Yemək hazırlamağa vaxt olmadığı üçün belə yemək sifariş etdim. İstədim sizə qızıma aldığım çantanı göstərim. Belə bir çanta aldım bağçaya. Daha sonra belə bir ayaqqabı aldım. Daha sonra belə bir köynək aldım. Düzdür, hələ sezonu deyil, amma çox bəyəndim. Arxası da belədir, çox şirindir. Biraz böyük aldım ki, oversize geyinsin. Daha sonra belə bir cins aldım. Burada da qiyməti var. Qiymətini göstəreyim. Bunu Brent House-dan almışam. Daha sonra ən sevdiyim mağaza demək olar Sinsay'dır. Sinsay'dan belə bir köynək aldım 8 əzəmə. Cins şalvarla. Belə. Bunu oğlum üçün aldım. Çok güzel materialı var. Bunun da qiyməti endirimdəydi. Səhv etmirəmsə, 4 manat. Daha sonra belə bir corab dəstə aldım. Çok qəşəng materialı var. Daha sonra qızım üçün belə
lasin aldım. Cins formasından. Qiyməti 15 manat. Kızım için böyle bir boyda aldım. 4 manat. Böyle bir dəstə aldım kızıma. Düzəli sezonu değil ama çok beğendim. Ses trapezli. Qiyməti isə 18 manat. Elə bunlar da aldıqlarım. Bu dırnaqları özüm düzəltmişdim. Gördüğünüz kimi çox səliqəsizdir. Heç səliqəli elə bilməmişdim. Daha sonra getdim belə dırnaqlarımı frençələtdirdim. Bu da mənim qonşum Günaydı. O da dırnaqlarını belə elədi. Bu da bizim dırnaqlarımız. Bağçadan qızıma bəzi ləvazimatlar istəmişdilər. Belə renkli kağız aldım. Yerləşdirək. Daha sonra belə renkli karandaşlar aldım. Belə qayçı aldım. Bekleyin. Belə bir kley. Belə flomasterlar. Adını da soyadını da buraya yazdım. Buraya yerləşdirək. Və bu da videomun sonu. Məni izlədiyiniz üçün sizə təşəkkür edirəm. Hələlik.